Kərbəla hadisəsinin icmalı. Hicrətin 60-cı ili, Rəcəb ayı, Mədinə şəhəri. İmam Hüseyin əleyhissalam Muaviyyənin ölümündən dərhal sonra Mədinə valisi Vəlid İbni Ütbənin çağırışı ilə onun sarayına getdi. Vali imama Yezidin məktubunu oxudu. Məktubun mətnində Yezid imamdan beyyət alınmasını əmr edirdi. İmam Hüseyin əleyhissalamsa ona beyyət etməyi bir mənalı olaraq rədd etdi və mənim kimisi onun kimisinə beyyət etməz deyərək oranı tərk etdi. Vali bunu gördükdə Mərvan İbni Həkəmi İmam Hüseyin əleyhissalamı razı salmaq üçün təlimatlandırdı. Lakin İmam onunla görüşərkən də öz fikrindən geri dönmədi. Bu, İmamın Mədinədəki son günləri idi. O öncə qardaşı Ömər İbni Əli, sonra isə Muhammed Hənəfiyyə ilə görüşərək başına gələcəklər və həcc ziyarəti üçün Məkkəyə gedəcəyi barədə söhbətlər etdi. Görüşdüyü şəxslər arasında Peyğəmbər sallallahu aleyhi və səlləmin əzəmətli xanımlarından olan Ümmü Sələmə də vardı. Xanım, İmam Hüseyin əleyhissalamdan İraqa getməməsini istədi. Bildirdi ki, Peyğəmbər salavatullah sağ ikən ona şüşə qaba tökülmüş bir qədər torpaq verərək buyurub, övladım Hüseyin İraqda qətlə yetiriləcək. Bunu eşidəndə İmam Hüseyin əleyhissalam öz kəraməti ilə Ümmü Sələməyə şəhid olacağı yeri göstərdi və oradan bir ovuc torpaq götürüb başqa bir şüşə qaba tökdü. Sonra buyurdu, nə vaxt bu torpağın qana boyandığını görsən, bil ki, məni qətlə yetiriblər. Doğrudan da Aşura günü günortadan sonra xanım şüşəyə baxarkən hər iki qabdakı torpağın qana boyandığını görüb fəryad etdi.